Azərbaycanlıların olduğu gəmiləri kim vurub hücum anının anbanın görüntüləri də yayılıb. Həmin görüntüləri də buradan izləyə bilərsiniz. Gördüyünüz kimi hücum iyunun 5-i gecə saatlarında baş verib. Hər iki gəmiyə pualarla hücum edilib və nəticədə 5 nəfər həlak olub. 3 nəfər isə yaralanıb. Yaralananların vəziyyətinin də ağır olduğu qeyd olunur. Qeyd edim ki, gəmilərin ekipaj üzvlərinin əksəriyyəti Azərbaycanlılar olub. Məhz elə həlak olan şəxslər də bizim soydaşlarımızdır. 5 nəfər Azərbaycanlı həlak olub. Bəs bu hücum necə gerçəkləşib, harada gerçəkləşib? Hücum Azov dənizində baş verib. İlkin iddialar bu yöndədir ki, Ukrayna ordusu tərəfindən həyata keçirilir bu hücum. İddia edilir ki, gəmilərə Ukraynanın işğal edilmiş Mariupol və Berdyansk limanlarında hücum edilib. Ümumiyyətlə bu gəmilərin işğal edilmiş limanlarda nə işi var imiş, o da sual altındadır. Bir daha xatırladım ki, bulan gəmilərin Azərbaycan dövləti ilə əlaqəsi yoxdur. Bunlar özəl şirkətlərə aid gəmilərdir və hər ikisi də ayrı-ayrı şirkətlərin gəmiləridir. Belə ki, Nafta adlı gəmi müvafiq olaraq Nafta Shipping LTD şirkətindən məxsusdur. Zircon adlı gəmi isə başqa bir şirkətin gəmisidir. O gəmi də icarəyə verilir daha çox yüklərin daşınması üçün. İstifadə olunur. Hər iki gəmi hərbi təyinatlı deyil. Bu gəmilərdən yalnız yük daşımada istifadə olunur.